saç tökülməsinin də kök hüceyrənin belə deyim, effektiv olmadığı bir hal yoxdur. Amma neçə faiz effekt verər, bu individualdır, pasiyentdən asılıdır. Pasiyent hansı mərhələdə gəlib? Pasiyent tökülmə varsa artıq müraciət etməlidir. Tökülmə və geyin tüklərinin çıxması üçün. Tökülmə varsa bizim iki metodumuz var. Məsələn, mən saç tökülməsi üçün bir dənə kök hüceyrə edirik və 6 aya tam onun nəticəsini gözləyirik. Zaten ikinci həftədən artıq pasiyent nəticəmiz yaxşıdır, tökülməmiz azalmağa başlayıb. Bəzən ikinci həftədə 70%-ə qədər azalmanı görürük ki, bunu biz mezoterapiyadan 2 aya görürüksə, kök hüceyrədən daha tez görür və cəmi bir seans tətbiq olunur. Bir də bizim belə bir müalicə sxemimiz vardır ki, həftə bir dəfə intervalla 2-3 aylıq mezoterapiya, biorevitalizasiya və egzazon bir paket kompleks şəkildə tətbiq olunur. Burada da nəticəmiz yaxşıdır. Əlbəttə, bu da pasiyentin maddi durumuna uyğun olaraq ya bir dəfə kök hüceyrə edib, ya bunları etsək 3 ay müddətində kök hüceyrəyə ödənişin yarı qiyməti deyil heç. Yəni ona görə biz bunu nəzərə alıb pasiyentlərə uyğun olaraq tətbiq edirik. Hər ikisi nəticəmiz mükəmməldir deyərdim. Çünki daxildən də müalicə aparıram, mən həkim terapevt kimi kompleks müalicə olduğuna görə tam nəticəni əldə edirik. Amma bəzən pasiyentlər soruşur, doktor, garanti verirsinizmi saç tökülməsində? Zəmanət mövzusu. Bəli, yenə bu mövzuya toxunurlar. Mən bezmədən onları cavablayıram ki, bəzən artıq bu suallar azalıbdır. Yəni hiss edirəm ki, cavablamalıyım, maarifləniblər. Deməli, bir şey var. Məsələn, biz D vitaminidir, qanda dəmirin miqdarıdır, saç tökülməsi olan xəstələrdə, testosterondur, yəni androgen mənşəli tökülmələr də çox olur. Bunların hər birini daxildə müalicə etdik, normal miqdara saldıq, prosedurlarımızı tətbiq elədik, hər şey yaxşıdır. Amma biz sabah bir əməliyyat keçirib, Allah izləməsin, bir qəza keçirib, qanamamız olacaq, qan itirəcəyik və yaxud bir virus infeksiyası keçirib, D vitaminimiz həmən defisitə düşür. Olacaq. Bunun garantisi varmı? Özümüzü nə qədər edirik qripdən, bu son yayılan viruslardan, nə qədər çalışsaq belə bəzən qoruya bilmirik. Yəni bu elə bir şeyin zəmanəti olsa elə həkimlər özlərini edək, biz heç vaxt xəstələnməyək. Belə bir şeylər yoxdur. Ona görə də bəli, siz sabah gelib bunu yaşayacaqsınız. Yəni bunlar yenə tökülmə başlayacaqmı? Başlaya bilər. Daxildəki problemlərlə əlaqədar olaraq. Amma o zaman sizə cəmi bir seans mezo etməklə, daxildən müalicənizi yazmaqla sizi tam əvvəlki qaydaya gətirə biləcəyik. Amma garantisi yoxdur deyib, oturub gözləyib, biraz da tam alopesiya qədər uzatmaq da olmaz. Bəzən inanırsınız, 27, 30, 35 yaşlarda tam alopesiya ilə müraciət edən cavanlarımız vardır ki, o yaşı, yəni alopesiya insan daha yaşlı göstərir, dazlıq dediyimiz proseduru, o yaşı heç vermək olmur, çox yaşlı göstərir. Yəni deyir doktor, 7 ilin, 6 ilin, 5 ilin, bir pasiyentimiz var, 4 ayın tökülməsi ilə müraciət etdi. Yəni mən özüm çox təəccübləndim ki, həqiqətən 4 ay mı gəl? 4 ayla inanın 1 ildən az tökülmə ilə müraciət edən çox az pasiyentimiz vardır. Hər biri illərlə. Əslində çox həssas mövzulara toxunuruq və bayaq sözarası bir məqamı qeyd elədiniz ki, terapevtik təcrübənizə görə sizin, mən düşünürəm, bu mənim yanaşmamda, sizin uzun illərə dayanan terapevt kimi fəaliyyətinizin nəticəsidir ki, indi həm pasiyentlərinizə gözəllik mövzularına yanaşırsınız, çox gözəl yanaşmanızdan əlavə, xaricdən əlavə bir də daxildən də yanaşırsınız, yəni kompleks yanaşırsınız və mən düşünürəm ki, Səkinə xanım Abdullayevanın istər kök hüceyrə mütəxəssisi olaraq, istər terapevt kimi uzun illərə dayanan peşəkar təcrübəsinin yanı sıra siz də öz istər dizlərinizlə bağlı problemlər, istər saç tökülməklə bağlı, istərsə də simanızda hər hansısa bir problemlərlə bağlı müraciətinizə qeyd olunan 055 680 0830 öz şəxsi əlaqə nömrəsinə müraciətlərinizi eləyə bilərsiniz.